Çoxalma bölməsindən, çoxalma və inkişaf bölməsindən dim testi 25-ə baxaq. Demək, burada bizə göstəribdir. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edindir. Eyni yumurta əkizləri, bir də müxtəlif, yox, hər ikisi eyni yumurta əkizləridir. Sadəcə biri 2 qızdır, biri 2 oğlandır. Və uyğunlaşdırma aparmaq lazımdır. Biz bilirik ki, eyni yumurta əkizliyində bir yumurta hüceyrə ilə bir spermatozoid mayalanan zaman zigot yaranır bir dənə. Amma bu zigot blastomerlər yaradarkən hər blastomer ayrı bir əkizə başlanğıc verir. Və məsələn, bizim birinci vəziyyətimizdə bu 2 qızdır. 2 qızdır. İkinci vəziyyətimizdə 2 oğlan olacaq. Bunu yazaq, sonra ikinci vəziyyətə baxaq. 2 qızın yaranması üçün qametlərimizin hər birində X cinsi xromosomu olması lazımdır. Çünki biz bilirik ki, qadın orqanizminin cinsi xromosomları XX şəklində olmalıdır. O zaman bizim burada olan yumurta hüceyrəmiz də, spermatozoidimiz də X cinsi xromosomuna sahib olmalıdır ki, zigot əmələ gəlsin XX formasında olsun. Və zigot blastomerlər yaradarkən yeni bir orqanizmə başlanğıc verərkən mitoz yolla bölünür deyə yaranan orqanizmlər də XX formasında olan hüceyrələrə sahibdir. Cinsi xromosomları XX şəklində olur. Digər varianta baxsaq, yenə bir yumurta hüceyrə bir spermatozoidlə mayalanarsa, yaranmalıdır əgər 2 dənə oğlan, yumurta əkizi, eyni yumurta əkizi olan 2 oğlan yaranmalıdırsa, demək ki, burada bir zigot yaranıb yenə blastomerlərlə parçalanan zaman 2 oğlan orqanizmə başlanğıc vermiş olur. Hər ikisi oğlandır burada. Oğlan isə cinsi xromosom olaraq XY xromosomuna sahibdir deyə, o zaman bir qametimizdə, yəni yumurta hüceyrəmizdə X var, digərində isə, yəni spermatozoidimizdə isə Y xromosomu var. Ona görə də yaranan zigotumuz XY şəklindədir. Və zigotdan yaranan orqanizmlərin də cinsi xromosomları XY şəklindədir. İndi variantlara baxaq. Əmələ gəlməsində iştirak edən qametlərdə 2 ədəd X cinsi xromosom var. Bu birinci vəziyyətimizə uyğundur, yəni 2 qız olanına uyğundur. Hər iki qametimiz XX olduğu üçün demək biri düşəcək, birinci düşəcək 1-ə. Əmələ gəlməsində iştirak edən müxtəlif cinsi xromosomların bir-birinə nisbəti 1-in 1-ədir. Yəni 1 X var, 1 Y var deməkdir bu. Yəni ikinci vəziyyətimizə Z-ə aiddir. 2-ni yazdıq Z-ə. Bir zigotdan inkişaf edib hər ikisi eyni yumurta əkizi olduğu üçün bir zigotdan inkişaf edibdir. 3-ü yazaq ortaq. Zigotlarının əmələ gəlməsində iştirak edən deməli, bütün qametlərdə atosom xromosom müxtəlifliyi 22-dir. Atosom xromosom müxtəlifliyi kişi və qadında fərqlənmir demişdik. Məsələn, zigotun xromosom dəstində atosom məsələn 44-dürsə, üstündə 2 dənə də cinsi xromosom qızdadır, oğlanda da 44 və XY şəklində də cinsi xromosom oğlan uşağındadır. Atosom tərəf bu 44-dür. 44 22 cüt şəklindədir və 22 müxtəliflik deməkdir. Ona görə bunun cinsi xromosomları ilə əlaqəsi olmadığına görə xromosom müxtəlifliyi həm dişidə, yəni həm qızda, həm də oğlanda 22 olacaq. Ona görə də 4 də ortaq olmuş olacaq. Demək olacaq X-ə 1, Y-ə 3, 4, Z-ə 2 D variantı.